Cümlə üzvü nə deməkdir? Əvvəla cümlə üzvləri haqqında biraz şifahi məlumat verim. Cümlə üzvü cümlə daxilində işlənən, müstəqil məna ifadə edən, yəni leksik mənası olan, suala cavab verən, digər cümlə üzvləri ilə sintaktik əlaqəyə girən sözlər və söz birləşmələri hesabına yaranır. Bunlara da cümlə üzvləri deyilir, yəni cümləni təşkil edən üzvlər. Cümləni təşkil edən üzvlər 5 dənədir. Deməli 5 cümlə üzvü var. Mübtəda, xəbər, təyin, tamamlıq və zərflik. Başlayırıq mübtədadan. Mübtəda nədir? Mübtəda cümlədə əvvəlcə tərifini yazırıq. Cümlədə haqqında danışılan şəxs, əşya və yeri bildirir. Mübtədanın sualları hansılardır? Mübtədanın sualları kim, nə və hara suallarıdır. Ümumiyyətlə, mübtəda haqqında danışanda bunu bilmək lazımdır ki, ərəb dilindən gəlir mənşəyi. Ərəbcə ibtida sözündəndir, yəni başlanğıcda olan. Əgər cümlədə mübtəda ilə bağlı təyin yoxdursa, mübtədanı izah edən hər hansısa bir söz yoxdursa, deməli mübtəda cümlənin əvvəlində gələcək. Buna görə də elə izahında da deyilir, mübtəda ərəbcə ibtida sözündən olub, başlanğıcda olan, başlanğıcda gələn mənasını bildirir. Tərifinə nəzər salanda görürük ki, cümlədə haqqında danışılan şəxs, əşya və yeri bildirir. Şəxsi bildirəndə kim sualına cavab verir? Əşyanı bildirəndə nə sualına cavab verir? Yeri bildirəndə hara sualına cavab verir? Nümunələrə baxaq. Məsələn, atam işdən gəldi. Pişik quyruğunu yanına salıb getdi. Lənkəran çox gözəl və sakit şəhərdir. Əvvəla cümlənin sintaktik təhlil qaydalarına əsasən onu bilmək lazımdır ki, cümlə sintaktik təhlilə xəbərdən başlayır. Yəni, əgər biz asan şəkildə digər cümlə üzvlərində rahatlıqla tapmaq istəyiriksə, mütləq birinci xəbəri tapmaq lazımdır. Adətən də bizim, belə deyək də, üzərində işlədiyimiz cümlələrin əksəriyyəti fe'li xəbərli cümlələr olur. Xəbərin yeri sabit olduğuna görə cümlədə bilirik ki, xəbər adətən cümlənin sonunda gəlir. Buna görə də xəbəri cümlədə tapmaq daha rahatdır. Yəni, cümlədə inversiya baş verməyibsə, cümlə üzvləri yerini dəyişdirməyibsə, xəbər demək olar ki, həmişə sonda gəlir. Ona görə də sintaktik təhlil zamanı birinci xəbəri tapırıq. Şərti işarəsində də xəbərin altından 2 düz xətt çəkilməlidir. Məsələn, gəldi cümlənin xəbəridir. Və mübtədanı tapmaq istəyiriksə, mübtədanın sualları kimdə, haradır? Mübtədanı tapmaq istəyiriksə, xəbərə mübtədanın sualını veririk. Mübtədanın sualını verəndə artıq həmin cümlə üzvü, əgər cümlədə mübtəda varsa, o mütləq tapılacaq. Gəldi, kim gəldi? Atam gəldi. Bu cümlədə kim sualına cavab verən cümlə üzvü atamdır. Deməli, bu cümlənin mübtədası atam sözüdür. Getdi, yenə də xəbəri tapdıq təhlildə. Sonra sual verir getdi sözünə. Nə getdi? Pişik getdi. Nə sualına cavab verir? Adlı haldadır və cümlənin mübtədasıdır. Şəhər deyir. Nə şəhərdir? Və yaxud hara şəhərdir? Lənkəran cümlənin mübtədasıdır. Mübtədanın ifadə vasitələri. Mübtədanın əsas ifadə vasitələri isim və əvəzliklərdir. Şəxs və qeyri-müəyyən əvəzliklər. Amma buna baxmayaraq demək olar ki, mübtəda həm isimləşmiş sifətlə, sayla, zərflə, fe'li sifətlə, ismi birləşmələrlə, qoşmalı sözlərlə demək olar ki, əksəri ilə ifadə oluna bilir.
İfadə vasitələrini yazırıq. Mübtəda, cümlədə adlıq hallı söz və birləşmələrlə ifadə olunur. İfadə olunur. Biraz nümunələr üzərində izah eləyək. Məsələn, isimlə ifadə olunmuş. Elə bayaq yazdığım nümunələr həm atam sözü, həm pişik, həm Lənkəran sözləri isimlə ifadə olunmuş mübtədaya nümunələrdir. Daha sonra əvəzi ilə ifadə olunanlara da yaza bilərik. Mən dərslərimi yaxşı oxuyuram. Oxuyuram. Kim? Mən. Burada kim sualına cavab verən şəxs əvəzliyi cümlənin mübtədası vəzifəsindədir. Sonra bu mənəm. Kim? Bu. Burada kim sualına cavab verən işarə əvəzliyi cümlənin mübtədasıdır. Sonra isimləşmiş sifət, say və zərflə ifadə olunmuş mübtədalara nümunə yazaq. Cavanlar tədbirdə yaxşı iştirak etdilər. Ümumiyyətlə cümlədə adlıq haldan çıxmış hər hansısa bir söz varsa, təsirli halda, yiyəlik halda, çıxışlıq halda, yerlik halda və s. Deməli, həmin sözlər heç vaxt mübtəda ola bilməz. Əvvəla cümlədə mübtədanı axtarırıqsa, adlıq hallı sözü axtarmalıyıq. İştirak etdilər. Kim iştirak etdi? Cavanlar. Cavan sözü nitq hissəsinə görə sifətdir. Cümlədə cəm şəkilçisi qəbul edib, ismə məxsus şəkilçi qəbul edib, isimləşib. Buna görə də cümlənin mübtədası vəzifəsindədir. Həyəcanlı idilər. Kim həyəcanlı idi? Beşincilər. Burada da beşincilər sözü sıra saydı, amma yenə də ismə məxsus şəkilçi qəbul edib və belə deyək, cümlənin mübtədasıdır. Narazı idi. Kim narazı idi? Yuxarılar. Yuxarı sözü yer zərfidir və cümlədə ismə məxsus qrammatik şəkilçi qəbul edərək isimləşib, ona görə də cümlənin mübtədası vəzifəsindədir. Sonra qoşmalı sözlərlə ifadə olunmuş mübtədalara nümunə yaza bilərik. Məsələn, qoşma köməkçi nitq hissələri içərisində yeganə nitq hissəsidir ki, qoşulduğu sözlə bir yerdə cümlə üzvü ola bilir. Bu xüsusiyyət digər köməkçi nitq hissələrində yoxdur, yalnız qoşmaya məxsusdur. Sənin kimlər bunu anlamaz. Təhlil edirik, anlamaz. Kim anlamaz? Sənin kimlər? İkisi bir yerdə cümlənin mübtədasıdır və kim sualına cavab verir. Deməli, qoşmalı sözlə cümlədə mübtəda vəzifəsində işlənə bilər və yaxud bu qədəri mənə bəsdir. Bəsdir, nə bəsdir? Bu qədəri. Yenə də qoşmalı birləşmə cümlənin mübtədası vəzifəsindədir. Bundan əlavə cümlədə məstər və məstər tərkibləri, fe'li sifət və fe'li sifət tərkibləri, daha sonra burada qeyd eləmədiyim, demək, hansı nitq hissəsini qeyd eləməmişəm. Demək, ismə aid nümunə yazmışam, sifətə aid, saya aid, zərfə aid, əvəzliyə aid nümunə yazmışam. Bunların içərisində qoşmaya aid nümunə yazmışam. İsmi birləşmələri qeyd eləməmişəm. İsmi birləşmələr həm birinci, həm ikinci, həm də üçüncü növ təyinli söz birləşmələri cümlə daxilində mübtəda vəzifəsində işlənə bilər. Bu gün ən gözəl günümdür.
Günümdür. Nə günümdür? Bu gün. Birinci növ təyinli söz birləşməsi bir yerdə cümlənin mübtədası vəzifəsində işləndi və yaxud ikinci növ təyinli söz birləşməsi, üçüncü növ təyinli söz birləşməsində cümlədə mübtəda vəzifəsində işlənə bilər. Məsələn, yaza bilərik. İt burnu çayı xeyirlidir. Xeyirlidir. Nə xeyirlidir? İt burnu çayı. Bu ikinci növ təyinli söz birləşməsidir və cümlənin mübtədası vəzifəsindədir. Daha sonra üçüncü növ təyinli söz birləşməsinə də yaza bilərik. Məktəbin həyəti təmiz idi. Təmiz idi. Nə təmiz idi? Məktəbin həyəti. Fe'li sifət, isimləşmiş fe'li sifət və məstər tərkibləri ilə də ifadə oluna bilər. Həm fe'li sifətlə ifadə oluna bilər, həm fe'li sifət tərkibi ilə. Ümumiyyətlə, tərkib anlayışı o deməkdir ki, əgər təkcə bir sözdən ibarətdirsə, fe'li sifət, buna deyirik və yaxud məstər bir sözdən ibarətdirsə, buna deyirik fe'li sifət və yaxud məstərlə ifadə olunub. Amma tərkibində iki və daha artıq söz varsa, burada deyirik ki, artıq tərkib əmələ gətirib. Məstər, fe'li sifət və yaxud fe'li bağlama tərkib əmələ gətirib. Deməli, həm məstərlə ifadə oluna bilər, həm məstər tərkibi ilə ifadə oluna bilər, həm fe'li sifətlə ifadə oluna bilər, həm fe'li sifət tərkibi ilə ifadə oluna bilər. Məsələn, gələn dostumdur. Bir də yazıram bura. Uzaqdan gələn dostumdur. Əslində burada hər iki nümunədə anən fe'li sifət düzəldən şəkilcidir. Amma birinci cümlədə fe'li sifət tək işlənib dostumdur. Kim dostumdur? Gələn. Burada tək işləndiyi üçün deyirik bu fe'li sifətdir. Əgər bizdən soruşsa ki, mübtədanın ifadə vasitəsi nədir? Birinci cümlədə fe'li sifətdir. Amma ikinci cümlədə özündən əvvəlki sözlə bir yerdə tərkib əmələ gətirib dostumdur. Kim dostumdur? Uzaqdan gələn. İkisi bir yerdə işləndiyinə görə, deməli, burada artıq fe'li sifət tərkibi ilə ifadə olunub. Məstərlə də ifadə olunur. Məstərə aid nümunə kimi yaza bilərik. Məsələn, yaxşı yaşamaq hamının haqqıdır. Hamının haqqıdır. Nə hamının haqqıdır? Yaxşı yaşamaq. Burada məstər tərkibi ilə ifadə olunub. Əgər burada yaxşı sözünü çıxarsaq, sadəcə məstərlə ifadə olunacaq. Deməli, tərkib əmələ gətirmək üçün mütləq iki və daha artıq söz olmalıdır söz birləşməsinin tərkibində. Amma təkcə işlənirsə, o artıq tərkib əmələ gətirmir. Əgər burada yaşamaq hamının haqqıdır olsaydı, burada məstərlə ifadə olunacaqdı. Amma yaxşı yaşamaq hamının haqqıdır olduğuna görə və burada iki söz işləndiyinə görə bu artıq nə olacaq? Məstər tərkibi olacaq. Daha sonra mübtədanın quruluşca növləri sadə olur və mürəkkəb olur. Sadələr nitq hissələri ilə ifadə olunur, mürəkkəblər isə söz birləşmələri ilə ifadə olunur. Məsələn, sadə nümunə yazaq, bayaq yazdığımız nümunələrə oxşar. Qartal dağın zirvəsinə qondu. Mürəkkəbə aid nümunə yazaq. Dağ çayı şırıltıyla axırdı. Və yaxud mürəkkəbə yaza bilərik. Dünyanı gəzmək mənə kifayətdir. Deməli, uşaqlar, sadə, ümumiyyətlə cümlə üzvlərinin sadə və mürəkkəbi deyəndə, bu təkcə mübtədaya aid deyil, həm xəbərə, həm təyinə, həm zərfliyə, həm tamamlığa aiddir, bütün cümlə üzvlərinə. Sadə cümlə üzvü deyəndə,
nitq hissələri ilə ifadə olunan cümlə üzvləri nəzərdə tutulur. Mürəkkəb cümlə üzvü deyəndə isə söz birləşmələri ilə fərqi yoxdur. İsmi birləşmə ilə, feili birləşmə ilə, hansı birləşmə ilə olursa olsun, onlar nəzərdə tutulur. Məsələn, burada birinci cümləni təhlil edirik. Qondu, nə qondu, qartal isimlə ifadə olunub. Bir sözdən ibarətdir. Birləşmə əmələ gətirməyib. Deməli, buradakı mübtəda, bu cümlənin mübtədası sadə mübtədadır. Amma burada baxırıq, axırdı. Nə axırdı? Dağ çayı axırdı. Dağ çayı ikinci növ təyinli söz birləşməsi olduğuna görə, deməli, bu cümlənin mübtədası mürəkkəb mübtədadır. Kifayətdir. Nə kifayətdir? Dünyanı gəzmək. Burada da məsdər tərkibi ilə ifadə olunub. Eyni qaydada həm bu mübtəda, həm də bu mübtəda mürəkkəb olacaq.